Başladım, mən sərbəst güləşlə başladım idmana. Böyük qardaşım, məndən böyük qardaşım sərbəst güləşçi idi. Qoşuldum, mən də onunla getdim. 10 yaşımda sərbəst güləşlə məşğul oldum. Sonra məşqçimiz getdi xaricə və mən o vaxtı hələ Sumqayıt şəhərində Mehdi Hüseynzadə adına stadionda cüdo idmanına, yəni ki, dəyişdim idmanı, cüdo ilə başladım məşğul olmağa və heç də peşman deyiləm seçimimdə. Bugünkü nailiyyətlər ona varis nümunədir. Zaten mən fiziki quruluşum belə idi, yəni yaşlarımdan seçilirdim həmişə, yəni ki. Amma idman da bunu daha da təkmilləşdirdi. İndi ağır çəkidə güləşirəm, orada da yəni, fiziki güc mütləqdir. Judoda tək fiziki hazırlıq, texniki hazırlıq və ağıl da olmalıdır ki, o fəndi vaxtında icra eləmək üçün. Yəni ki, judo belə idman növlərindədir ki, orada rəqibin gücün onun özünə qarşı istifadə eləmək, yəni ki, o anı tutub onu istifadə etmək lazımdır. Azərbaycan Kubokunun çempionu oldum. İyul ayında da yaşım tamam oldu. Həqiqi hərbi xidmətə çağırıldım. Hər bir Azərbaycan oğlu kimi də mən də getdim vətənə borcu vermə, hərbi xidmətə yollandım. Təbii ki, fikirləşirdim Azərbaycanı beynəlxalq arenada təmsil etmək, öz üç rəngli bayrağımızı dalğalandırmağa, amma o zaman yəni əsgəriyə yollandıq və fikirləşirdim ki, əsgərdən sonra karyeramı idmançı kimi davam edeyim. Hərbi xidmətdə idi, yəni qulluq edirdi, nümunəvi xidmətimizə görə fəxri diplomla da təltif olunmuşdur. Sadəcə 99-cu il məlum, yəni ki, işğala görə biz tapşırıq aldıq və 99-cu il fevral ayının 4-də döyüş tapşırığını yerinə yetirən zaman düşmən snayperinin gülləsinə tuş gəldi. Həmən anı xatırlamıram, yadımdadır ki, ayıldım hospitalda, ayılmağım yadımdadır. Çətin idi, əlbəttə 18 yaşım vardı, 19 yaşım tamam olmamışdı bu vəziyyətə düşmək, bu vəziyyətə alışmaq. Lakin dostlarım, ailəm, yaxınlarım yanımda oldu, məni dəstəklədilər həmən anda. Həmən vaxt mənə idmana qayıdışım heç real görsənmirdi, amma 2002-ci ildə mən Milli Paralimpiya Komitəsini tapdım və onlar o mümkün olmayanı reallığa çevirdilər. Mən yenidən idmana qayıtdım. 2002-ci il noyabr ayının 1-də mən yenidən məşqlərimə başladım, bərpa elədim. Lakin bu dəfə Paralimpiya hərəkatında. Sadəcə o vaxtı mən maraqlandım Paralimpiya hərəkatında gözdən əllər üçün mənim vəziyyətimdə olanlar üçün hansı idman növləri var. Orada mən deyəndə ki, judo və başqa idman növləri. Mən judonu eşidəndə mən çox sevindim. Bildim ki, yəni judoda özümü sübut eləmək ən real şans burada olacaq inşallah. Hər şey insanın özündən asılıdır. Yəni mənim sağ qalmağım özü bir möcüzədir. Mən çox yerdə həkimlərdə oldum, dedilər bu cür yaradan sağ qalmağım bir möcüzədir. Deməli mənim tamamlanmamış missiyam var idi və mən məşqlərə başladım. Məşqlərimdə təbii ki, çətinliklər oldu, amma mən qarşıma məqsəd qoymuşdum. Yəni Azərbaycanı, ölkəmizi layiqincə təmsil eləmək və 2004-cü ildə Paralimpiya oyunlarında mən bu şansımdan istifadə edərək bütün rəqiblərimi tam üstünlüklə məğlub eləyərək üç rəngli bayrağımızı Afinada dalğalandırdım və beləliklə Azərbaycan idman tarixinə ilk Paralimpiya çempionu kimi düşdüm. Olimpiya, Paralimpiya oyunları bu idmanın ən ali nöqtəsidir. Yəni burada Azərbaycanın təmsili hər idmançıya nəsib olmur, mənə bu nəsib oldu və mən özümü çox xoşbəxt idmançılardan hiss edirəm ki, tək orada bəziləri deyir ki, Olimpiya oyunlarında iştirak eləmək, yəni ki, əsas deviz iştirak eləməkdir, amma mən tək iştirak eləməm, mən orada qızıl medalla vətənə dönüm. Yəni, çox xoşbəxt hiss edirəm özümü. Çox gözəl, yəni çox adam tanıyırdı, hələ Paralimpiya yeni idi, Azərbaycanda o qədər tanımırdılar. Amma məndən sonra artıq Paralimpiya hərəkatı tanındı. Diqqət biraz çox oldu mənə, yəni mənə şəkil çəkdirirlər, hamı şəkil çəkdirməyə çalışırdılar, amma Olimpiyadan sonra mən növbəti Paralimpiya oyunlarına hazırlığım başladı və Pekində də bu nəticəni təkrar edərək 2 qat Paralimpiya çempionu olaraq yenə də Azərbaycanın idman tarixinə ilk 2 qat Paralimpiya çempionu kimi düşdüm. Everybody know me, everybody know my technique. It's very difficult for me and no impossible. I won gold medal in Beijing, 3 fights and 2 minutes and 30 seconds. Gold medal, 2 minutes 59 seconds. Yarışda mən o şeylərə fikir vermirəm. Çünki mən bir qulağım mənim məşqçidə olur. Çünki məşqçi mənə deyir, tabloda misal üçün neçə dəqiqə qalıb, misal üçün vazariqa baxsan ya da xəbərdarlığına uduzursan
Və mən deyir, məsələn, 1 dəqiqə qalıb, 30 saniyə qalıb məşqçi, mən qulağım məşqçidə olur. Orada çünki çox adam qışqırırlar. Yəni finaldakı rəqibim Çinli idi, Pekində. Yerli idmançı idi. Bütün zal qışqırırdı, çayna, çayna. O rənglər mən fikir vermirdim onlara, mən məşqçimə qulaq asırdım. Cəmi 40 saniyə çəkir onların qışqırması. 40 saniyədən sonra bütün zal başladı qışqırmağa. Azərbaycan, Azərbaycan. 40 saniyədə mən onu tam üstünlüklə, tam iponxadan məğlub eləyərək ikinci dəfə Paralimpiya çempionu oldum. Hər biri mənim üçün əzizdir, hər biri mənim üçün doğmadır, hərəsinin öz yeri var. Mənim o idmançı karyeramda, amma Afina ilk qızıl medal olduğundan onun xüsusi yeri var. Pekinin xüsusi yeri var. İlk Avropa oyunlarının onun da xüsusi yeri var. Hərəsinin öz yeri var da, yəni heç biri mən ayırmıram. Hərəsi özünə görə mənim üçün əzizdir, şirinliyi var hər medalın. Evdə mənim bir güşəm var, bir dənə şkaf düzəltdirmişəm. Orada ancaq mənim təltiflərim, medallarımdır. Yəni Olimpiya medalları yuxarı polkadadır. Ortada dünya, Avropa və sonra Grand Prix medallarım. Yəni ki, fikirləşirəm ki, artıq orada yerləşmin inşallah bu Olimpiya oyunlarından sonra onu da dəyişəcək. Yəqin ki, biraz yekəsini alası olacaq. Bəli, cudonu sevir və Paralimpiya onun xüsusi diqqəti, qayğısı var. Şəxsən mən o qayğını həmişə özlərimdə hiss eləmişəm. 2005-ci ildə mənim toyuma, yəni cənab prezident öz təbrik məktubu ilə yanaşı mənə bir avtomobil hədiyyə elədi. Bunu çox adam bilmir, amma ilk Avropa oyunlarında 2015-ci ildə Bakıda keçirilən ilk Avropa oyunlarında hamı o diqqəti, qayğını gördü. Cənab prezident mən çempion olanda təltif olunmaya cənab prezident çıxdı və mən də ona həmən gün silahlı qüvvələrin yaranması, 26 iyun silahlı qüvvələrin yaranması günü idi Azərbaycanda. Mən də onu ilk olaraq Ali Baş Komandan olaraq onu təbrik elədim. Silahlı qüvvələr günü münasibəti ilə. Və ondan sonra dəvət elədim, fəxri kürsüyə qalsın. Sağ olsun, o da mənə dəvətimi qəbul edərək ilk fəxri kürsüyə mənim yanıma çıxdı. Və orada mən ona dedim ki, cənab Ali Baş Komandan Əsgər Zəkiyev verdiyiniz döyüş tapşırığını yerinə yetirdi. O da qucaqladı, məni təbrik edir ki, İlham, Azərbaycan səninlə fəxr edir. Biz də bugün cənab prezidentimizlə fəxr edirik. Sonuncu məşəllər olanda demişlər ki, heç kim bilməz, heç evdə də deməmişdim və sonuncu məşəldə olanda doğrudan da hər bir kəs üçün sevindirici məqam oldu ki, sonuncu məşəllər mən oldum və məşəldar olanda mən cənab prezidentə və Mehriban xanıma dedim ki, 26 iyun silahlı qüvvələr günü mən tatamiyə çıxacağam və çalışacağam orada medalla Ali Baş Komandanımızı təbrik edeyim. Onda Mehriban xanım da cənab prezident deyir ki, sənə ancaq qızıl yaraşır, səndən qızıl gözləyirik. Bu 44 günlük vətən müharibəsindən sonra və müharibə gedərkən mən hospitalları ziyarət edirdim və maraqlanırdım ki, görməsini itirən qazilərimizi ilk olaraq onları ziyarət edirdim və onlardan söhbət edirdim. Çünki onları məndən yaxşı heç kəs başa düşə bilməzdi. Və onlara deyirdim ki, inşallah biraz reabilitasiya keçəndən sonra onları hər bir qazilərlə biz görüşlər təşkil eləmişdik və onları hər birini reabilitasiyadan sonra idmana dəvət edirdik. Artıq uğurlarımız da var, onların arasından artıq medal qazananlarımız da var. Yəni iş gedir indi hal-hazırda, onları dəvət edirik idmana, təzədən həyata qayıtsınlar, həyata bağlansınlar. Olimpiyasa, bəli, mən güləşdiyim çəki ağır çəkidir və bu çəkidə bizdə Respublikada yəni ki, biraz kasatçılıqdır, yoxdur, mənim rəqibim yoxdur. Ona görə mən Olimpiya yığma komandasına qoşulub onlarla birgə beynəlxalq təlim məşqlərdə də iştirak eləmişəm və olimpiyaçılarla yəni təlim məşqlərdə güləşirəm, işləyirəm. Var, tanrımçılar var, yəni məşğul oluruq komitə olaraq. Yəni yetişir, yeni nəsil yetişir, hazırlaşırlar. Mən də əlimdən gələni çalışıram, kömək edeyim, bildiklərimlə bölüşürəm. Sevdiyim işdən məşğulam, hər kəsə nəsib olmuş sevdiyi işdən məşğul olmaq. İdman mənim sevdiyim, judo mənim peşəmdir. Mən sevdiyim işdən məşğulam, mənim ailəm var, mənim sevdiyim vətənim var və fəxr edirəm öz işimlə. Hər dəfə 3 rəngli bayrağımız dalğalananda mənim qələbəmin şərəfinə. Heç də peşman deyiləm, mən özümü xoşbəxt sayıram. Belə kobud yox, amma izah edirəm də. İzah edirəm ki, yəni sağınıza, solunuza baxın və öz gününüzə şükür edin. Sizdə də pis vəziyyətdə yaşayanlar var. 1999-cu il mən kəşfiyyat taborunda qulluq edirdim. Döyüş tapşırığını yerinə yetirən zaman Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən snayperinin gülləsinə tuş gəldim. Snayper gülləsi sol gicgahımdan daxil olub, sağ gicgahımdan çıxdı. 5 gün koma vəziyyətində qaldım və
5 gün sonra anamın səsinə komadan ayıldım. Həkimlər hətta öləcəyimi deyirlər, sağ qalacağım. Möcüzə nəticəsində mən sağ qaldım. Və evimizə, yəni birinci qrup, bu yaralanma nəticəsində mən görmə qabiliyyətimi tamam itirdim və evimizə birinci qrup Qarabağ müharibəsi əhli kimi döndüm.